Salam, xoş gördük hörmətli tamaşaçılar. Bugünkü verilişimizdə tərcümə sənəti, daha doğrusu poetik tərcümələr haqqında söhbət açacağıq. Nə üçün məhz tərcümə? Məsələ belədir ki, ta insan nəsli dünyaya gələndən etibarən xalqlara, millətlərə, qövmlərə bölünəndən sonra millətlərin millətlərlə, xalqların xalqlarla, insanların insanlarla ünsiyyət saxlamaq tələbatı yaranıb. Bu tələbat isə təbii ki, tərcümələr və yaxud tərcüməçilər vasitəsilə ola bilərdi. Amma biri var söhbət adi insanlar arasında gedən prosesindən, tərcümədən, bir də var peşəkar tərcümədən. Peşəkar tərcüməçilik də özü bir neçə yerə bölünə bilər. Deyək ki, texniki ədəbiyyatın tərcüməsi, bədii ədəbiyyatın tərcüməsi, nəsrin tərcüməsi, poeziyanın tərcüməsi, ondan sonra elmi ədəbiyyatın tərcüməsi, fəlsəfə ədəbiyyatın tərcüməsi, istənilən qədər bu siyahını uzatmaq olar. Amma mən konkret mətləb üstünə gəlmək istəyirəm ki, bugünkü söhbətimiz məhz poetik tərcümə haqqındadır. Bəri başdan onu deyim ki, mən bir qədər başqa sənətin ixtisasının sahibiyəm, bildiyiniz kimi. Əsasən fəlsəfə və fəlsəfi tədqiqatla məşğul oluram. Gələcəkdə inşallah bu mövzuda da söhbətimiz olacaq. Amma bu bir növ mənim hobbimdir və sevdiyim bir sahədir. Tərcümə sənəti. Azərbaycanda tərcümə nə vaxt yaranıb? Konkret təbii ki, misal gətirmək çətindir, amma hər halda tədqiqatçıların dediyinə görə hələ 9-cu, 10-cu əsrdən etibarən bizdə ilk tərcümə nümunələri yaranıbdır. Sonraki dövrdə deyək ki, Füzuli babamızın tərcümələri, ondan sonraki mərhələdə bizim bir sıra görkəmli şairlərin özlərinin öz əsərlərini 2-3 dildə paralel olaraq yazmaları və öz əsərlərini tərcümə etmələri də həmin bu sahəyə aid oluna bilər. Amma açıq demək lazımdır ki, bizdə tərcümə sənəti, xüsusən poetik tərcümə 19-cu əsrdən Axundovdan üzübəri inkişaf etmişdir. Belə ki, məsələn, Axundov bizim böyük dramaturqumuz, filosofumuz Mirzə Fətəli Axundovdan söhbət gedir təbii ki. Özünün ilk poetik nümunəsini Puşkinin ölümünə şərh poeması adlandırmışdı. Əsər fars dilində yazmışdı, amma sonra özü rus dilinə də tərcümə eləmişdi. Bundan sonraki mərhələdə Seyid Əzmin, Sabirin, Abbas Səhhətin tərcümələrinə biz rast gəlirik. Amma 20-ci əsrdə bu sənət daha da geniş inkişaf eləməyə başladı. Artıq bu professional adamlar meydana gəlməyə başladı. Mən əgər bizim tərcüməçilərdən söhbət açsam, onlarla, bəlkə də yüzlərlə gərək adamın adını burada sadalayam, amma buna imkanımız və vaxtımız yoxdur. Amma hər halda bir neçə bizim klassik tərcüməçilərin və klassik ədəbiyyatdan tərcümə etmiş bizim görkəmli ədəbiyyat adamlarının adını çəkə bilərəm. Misal üçün, Mikayıl Rəfilinin, Məmməd Arifin, onların hər ikisi böyük ədəbiyyatşünasdır. Eyni zamanda tərcüməçidirlər. Avropa və Rus ədəbiyyatından gözəl tərcümələr ediblər. Əziz Şərif həm rus dilindən Azərbaycan dilinə, həm Azərbaycan dilindən rus dilinə bir çox əsərləri çox yüksək səviyyədə tərcümə edib. Və yaxud Hüseyn Şərifin, Əziz Şəriflə Hüseyn Şərifin soyadları eyni olsa da qohum deyirlər, onu da deyim ki. Hüseyn Şərifin də gözəl tərcümələri, xüsusən Qorkidən elədiyi tərcümələr bizə çox yaxşı tanışdır. Qurban Musayevin, Qılman Musayevin, Ənvər Məmmədxanlının, Həbibə Məmmədxanlının bu adları kifayət qədər artıra bilərik. Sonraki, deyək ki, Mirzə İbrahimovun, xalq yazıçımız Mirzə İbrahimovun, hətta İsmail Şıxlının, İsmail müəllimin də Əziz Neslindən tərcümələrini yəqin ki, xatırlayanlar var. Eləcə də İvan Tritekovun bir sıra əsərlərini tərcümə edibdir. Bunları biz sonraki mərhələdə 60-cı illərdən sonra deyək ki, bizim xalq yazıçıları Anarın, Elçin Əfəndiyevdən söhbət gedir, Əkrəm Əylisinin, Natiq Səfərovun, Dilsuzun və digər bizim görkəmli şair və yazıçıların, ədəbiyyatçıların, esseyistlərin elədiyi tərcümələri yada salmaq olar. Mən birbaşa söhbətimin əvvəldə dediyim ki, mətləbə keçmək istəyirəm. Bir şey də xatırladım ki, şəxsən mənim üçün Səməd Vurğunun Yevgeni Onegin, əgər poetik tərcümədən söhbət gedirsə, tərcüməsi çox yüksək səviyyəli bir əsər kimi, yüksək səviyyədə tərcümə olunmuş bir əsər kimi qeyd oluna bilər. Və yaxud Cahanbaxşın Mixail Şoloxovdan elədiyi tərcümə, xüsusən onun Sakit Don əsəri
yüksək səviyyədə, bu 4 cildlik yüksək səviyyədə tərcümə olunubdur. Hətta belə bir eşitdiyimə görə 1954-cü ildə Yazıçıların ikinci qurultayında bildiyiniz kimi məruzəçilərdən də poeziya üzrə məruzəçilərdən biri xalq şairi Səməd Vurğun idi. Onda Şoloxov soruşub ki, mən eşitdiyimə görə Azərbaycan dilinə mənim romanlarım tərcümə olunub. Onların keyfiyyəti necədir? Səməd Vurğun zarafatyana deyib ki, hətta sizin yazdığınızdan da bəlkə yüksək səviyyədədir. Doğrudan da Cahanbaxşın tərcümələri çox yüksək səviyyədədir. Madəm ki, Səməd Vurğundan söhbət düşdü, mən istəyərdim ki, böyük şairimizin əsərlərinin və yaxud konkret olaraq deyək ki, bir əsərinin, bir şeirinin rus dilinə tərcüməsi haqqında söhbət açaq. Poetik dünyanın yaxşı tanıdığı Azərbaycan şeiridir. Bu şeir 30-cu illərin ikinci yarısında bildiyiniz kimi yazılıbdır. Bu şeirin bir sıra tərcüməçiləri var rus dilinə. Onda deyim ki, bu Sovetlər dövrünün 70-ci illərində mənim xatırımdadır ki, Azərbaycan şeiri 15 dildə, 15 respublika o zaman mövcud idi. 15 dildə ayrıca kitab şəklində tərcümə olunub, çap olunmuşdu. Həm Moskvada, həm də Bakıda. Amma başqa dillərə də tərcümə olunubdur. İndi görək bu tərcümə nə cür alınıbdır. Tərcümənin dediyimiz kimi mən bir müəllif haqqında söhbət açmaq istəyirəm. Halbuki tərcüməçilər çoxdur. Adelina Adalis. Onun tərcüməsini mən istəyərdim ki, yada salam. Çünki Səməd Vurğunun özünün də sevdiyi tərcümələrdən birisi bu idi. Ya Xadil Paqaram, ya Gliadel Mejlugov, Ujravlenie Родных, Родников, издалека выслушивал шум тростников, и ночного Аракса медлительный ход. Здесь я дружбу знал, и любовь, и почет. Можно ли душу от сердца украсть? Никогда. Ты дыхание мое, ты мой хлеб и вода. Передо мной распахнулись твои города. Весь я в твой, навсегда в снова я тебе дан. Azərbaycan, Azərbaycan. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan, sakit axan arazları, sınamışam dost yarı. Bu az qala bizdə adi insandan tutmuş dövlət rəhbərliyinə qədər hər kəsin əzbərdən bildiyi misralardır. Mən bu misraları nəyə görə Adelisən həm də bu nümunəni gətirdim? Səməd Vurğunun bu şeiri ilə həm də rus dilinə yeni ifadələr gəldi. Rus tərcüməçilərin dediyinə görə. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan. Ya Xadil Paqaram, ya Gliadel Mejlugov, Ujravlenie Родных, Родников. Durna gözlü, doğma bulaqların durna gözü. Görürsünüz, rus dilində də gözəl səslənir, Azərbaycan dilində də. Eləcə də burada indi tərcümə məsələlərinə baş vuranda görürük ki, burada qəribə fakt və faktorlarla biz qarşılaşmalı oluruq. Bəzi hallarda hətta görürsən ki, bəndlərin və yaxud misraların yerini də dəyişirik. Çünki el bilir ki, sən mənimsən misrası ilə başlayan şeir, burada isə ya Xadil Paqaram, ya Gliadel Mejlugov. Çox keçmişəm bu dağlardan misrası ilə başlayır. Yaxud bizim bir daha başqa nümunə gətirsəm, görkəmli şairlərimizdən biri, xalq şairimiz Nəbi Xəzrinin cəmi bir bənddən ibarət olan bir şeirini xatırlatmaq istəyirəm. Bu il onu da xatırladım ki, böyük şairimizin 100 illiyidir. Daha doğrusu 24-cü ildə onun 100 illiyi tamam oldu, 25-ci ildə isə təntənəli şəkildə qeyd edilir. Я видел красоту чужих морей и городов чужих, но знаю отныне один лишь зимний день на родине моей дороже сотен весен на чужбине. Bu şeirin Azərbaycancası belədir. Könül ayrılmayır öz baharından, ilham baharından, söz baharından. Deyirəm, vətənin bircə qış günü yaxşıdır qürbətin 100 baharından. Əgər fikir verdinizsə, yalnız birinci misrada tərcüməçi, bunun da tərcüməçisi, onu deyim ki, Anatoli Peredriyevdir. Peredriyev də Moskvada yaşayıbdır. Nəbi Xəzrinin bir sıra poemalarını və şeirlərini tərcümə edibdir. Qayıdıram birinci misraya. Ya videl krasatu çujuq morey. Mən yad dənizlərin gözəlliyini görmüşəm. Amma şeir belə başlayır ki, könül ayrılmayır öz baharından. Bu hazırlıqdır. Tərcümə prosesində görürsən ki, belə dəyişikliklər olur. Buna aid çoxlu misallar gətirmək olar. Məsəl üçün, Dağıstanın xalq şairi, yəni poeziya aləmində məşhur olan Rəsul Həmzətovun bir şeirindən bir nümunə gətirmək istəyirəm.
Друзья, извините, я к вам не приеду. Вы тоже не звоните ко мне. Сегодняшний вечер я приведу с красивой женщиной наедине. Xüsusi qeyd eləmək istəyirəm ki, Tofiq Bayram tərcümə edibdir. Dostlarım, üzürlü sayın siz məni. Çünki başqa səmtə düşəcək yolum. Çünki söz vermişəm bütün gecəni gözəl bir xanımla birlikdə olum. Bu misalların sayını artırmaq olar. Rusiyanın o qədər də məşhur olmayan, adı məşhur olmayan bir şairi var. Vladimir Sokolov. Bunu az oxucular yəqin ki, bu adı eşidib, tamaşaçıların az hissəsi. Amma onun çox məşhur 2-3 bənddən ibarət olan bir şeirinin bir bəndi hələ Sovetlər zamanı çox məşhur idi. Mən istəyirəm ki, indi bir bənd, həmin haqqında danışdığım bu şeirin ki, bir bəndi var, məşhur olan bənd. Onun üzərində qısaca da olsa dayanım. Я устал от 20 века, от его окровавленных рек. Не говорите мне о право человека, я уже давно не человек. Bunu mən tərcümə eləmişəm, öz tərcüməmdir. 20-ci əsr, lənətlər sənə, qanlı sularında yundu aləm, insan haqlarından dəst demə mənə, onsuz da mən çoxdan insan deyiləm. Bir bənd danıma böyük hikmət var və yaxud başqa bir şey, Mövlana Cəmaləddin Ruminin bir beytini demək istəyirəm. Ma bərai vəsli kərdən əmadəm, nə bərai fəsli kərdən əmadəm. Burada vəsl və fəsl sözləri dəyişməklə bu iki misrada böyük bir fikir var əslində. Mən bunu çalışdım, fars dilini o qədər mükəmməl bilməsəm də hər halda çalışdım ki, bu beyti belə tərcümə edəm. Görüşmək üçün gəldik bu dünyaya biz, ayrılıq olmasın qoy nəsibimiz. Şair demək istəyir ki, bu dünya bizim görüş yerimizdir. Biz dünyaya görüşmək üçün gəlmişik. Çox gözəl fikirlərdir. Yeri gəlmişkən onu da qeyd eləmək istəyirəm ki, mənim bayaq dediyim kimi və bir daha vurğulamaq istəyirəm ki, bu mənim bir növ hobbimdir, tərcümə sənəti. Mənim bu yaxınlarda Poetik Tərcümələr adlı kitabım çap olunubdur. Burada məncə oxucular üçün maraqlı olmayan və olan bir sıra cəhətlər var. Maraqlı bəlkə də olmayan budur ki, dünya klassiklərinin əsərləri burada özünə yer tapıbdır. Bizim qardaş türk xalqlarından Özbək, Qırğız, Qazax şairlərindən burada nümunələr öz əksini tapıb tərcümələr, mənim tərcüməmdə. Eyni zamanda Aleksandr Blokun, Sergey Yeseninin, Yevtushenkonun, Peredreyevin, Sokolovun, Qurtuyevin, Salih Qurtuyev mənim dostum idi, rəhmətə getdi. O demək Qabardi-Balkariyanın xalq şairi idi, ümumiyyətlə 4 respublikanın xalq şairi idi. Onun da burada tərcüməsi yer tutur. Mən bu tərcümələr içərisində xüsusilə özümün tərcümə elədiyim 2 şeirin üzərində dayanmaq istəyirəm. Bunlardan birisi Musa Cəlilin şeiridir. Bəlkə də indiki nəsil Musa Cəlili o qədər tanımır. Musa Cəlil Tataristanın xalq şairidir. Yəni Türk dünyasının şairidir. Lenin mükafatı laureatıdır. Sovet İttifaqı qəhrəmanıdır. Çox təəssüflər ki, o bu titulları, bu böyük adları öləndən sonra alıbdır. Çünki Moabit zindanında, faşistlərin zindanında, ölüm zindanında həlak olubdur. Çox cavan yaşlarında. Onun çoxlu həm siyasi şeirləri, həm məhəbbət lirikası, həm təbiətlə bağlı poetik nümunələri az qala bütün dünyada məşhurdur. Xüsusən Sovetlər dövründə o çox geniş şəkildə tanınmış bir şairdir. Mən onun biraz da yumor dolu bir şeirini tərcümə eləmişəm. İndi istəyirəm həmin şeiri bir daha sizə də xatırladım. 2 kişinin söhbəti. 2 kişi söhbət edir. Görək nə deyirlər. Bir gözəl qadın var, ah elə bil ki, əsməyib üstündən rüzgar onun. Mən onu sevirəm, gizli deyil ki, amma heyflər ki, əri var onun. Bəs o üzərini sevirmi görən? Yox, yox, ərinə nifrət eləyir. Onda ümidini itirmə heç sən, qəlbini aç ona, gör ona deyir. Bəlkə də ərindən ayrıldı vaxt, bəlkə də yumşalıb sənə hə dedi. Sən də subaysansa razılaşaraq həyatda onunla yaşa əbədi. Ay qardaş, olsaydım sənin yerinə, mən də deyərdim ki, o yad qadındır. Amma qoy düzünü deyim ki sənə, o qadın öz arvadımdır. Novellavari bir şeirdir. Əslində bir böyük əsərin mövzusudur bu şeirdə ki, kişi öz dostuna şikayət edir ki, bir qadını sevirəm, məni sevmir. Axırda məlum olur ki, elə həmin qadın onun öz həyat yoldaşıymış. Yaxud Rusiyanın böyük şairi Yevgeni Yevtushenkonun mən bir sıra şeirlərini tərcümə eləmişəm. İndi onlardan birini sizin nəzərinizə çatdırmaq istəyirəm.
Bu nəhəng olaq şeiridir. Nəhəng olaq şeiri həm Azərbaycanca, həm rusca mən istəyirdim ki, xatırladım. Требую грузчика с доктора с того, кто мне шьет пальто. Все надо делать здорово, это не важно что. Ничто не должно быть посредственное от зданий и до галош. Посредственность неестественна, как неестественна ложь. Сами себе велите свою славу добыть. Стыдно быть невеликим, каждый им должен быть. Yevgeni Yevtushenko'nun özünün həyat fəlsəfəsi, həyat kredosu idi deyə bilərik. Yevtushenko mübariz, cəsarətli, coşqun, üsyankar bir şair olub. Bildiyiniz kimi bir neçə il bundan əvvəl rəhmətə getdi. Onun şeir gecələri, şeir gündüzləri, şeir görüşləri böyük stadionlarda, futbol stadionlarında keçirildi. Onu da xatırladım ki, o zaman poeziyaya belə maraq vardı. Məsələn, Nəhəng olaq şeiri onun Ernest Nezvesniyə həsr olunubdur. Ernest Nezvesni. İndi oxucular ola bilsin bu adı oxuyub deyəcəklər bu Nezvesni kimdir? Nezvesni də tərcüməsi də budur ki, naməlum. Bu naməlum adam kimdir? Əslində bu onun soyadıdır. Nezvesni bilirsiniz 50-60-cı illərdə çox məşhur bir rəssam və skulptor, yəni heykəltaraş olubdur. Amma o biraz avangardist belə deyək də, avangard rəssamlığa üstünlük verdiyinə görə o zamanki dövlət rəhbərlərinin qəzəbinə düçar olmuşdu. Onu tənqid edənlərdən biri də o vaxtı Mərkəzi Komitənin birinci katibi olan Nikita Sergeyeviç Xruşov olmuşdu. Xruşov onu hətta bir məclisdən qovmuşdu. Nəinki məclisdən, aradan bir müddət keçəndən sonra onu Sovetlər İttifaqından qovdular. O getdi Avropada yaşadı. Amma işin tərsinə və yaxud qəribəliyinə baxın ki, Xruşov öləndən sonra onun baş daşını işləmək cəsarətində bulunan heykəltaraş tapılmadı. Həmin bu Avropaya qovulmuş, yəni Yevgeni Yevtushenkonun həsr elədiyi və dostu olan Nezvesni onun baş daşında büstünü qoydu. Yəni ki, baş daşını üstündəki şəkil və bütövlükdə baş daşı, sinə daşı bunların hamısı Ernest Nezvesniyə məxsusdur. Mən yük daşıyandan, yaxud həkimdən, mənə paltar tikən hər bir dərzidən tələb eləyirəm həmişə hökmən. Hər nə düzəltsəniz, nəhəng düzəldin. Bayaq dedim. Требую грузчика с доктора, с того, кто мне шьет пальто. Все надо делать здорово. Это не важно что. Belə-belə bu kitabda bu şeirin davamı var. İndi mən dediyim kimi burada maraq doğurmayan hal olduğu kimi maraq mütləq belə başa düşürəm ki, mən inanıram ki, maraq doğuracaq bir məsələ də var. İndi mən bu kitabı burada reklam eləmək fikrində deyiləm, amma bu məsələni diqqətə çatdırmaq istəyirəm. Bu şeir birinci tərcümələrdir, poetik, ikinci hissəsi belə adlanır. Poetik diktatura. Nə üçün poetik diktatura? Əvvəlcə istədim ki, mən bunu tərcümə edəndə elə qoyum ki, bu hissənin adını qoyum diktatorların poeziyası ya şeirləri. Gördüm alınmır, çünki bunların hamısı diktator deyil, amma necə deyərlər, poetik diktatura daha həm səslənir, həm də ki, proletar diktaturasına da tərəfdar olan, ümumiyyətlə diktatura tərəfdarları olan, meyilli olan və yaxud ona bəraət verən adamlar var olub ki, onlar eyni zamanda poetik yaradıcılıqla məşğul olurlar. İndi mən adları sizə deyəcəm, kimlərin burada tərcümələri var. Misal üçün, bəlkə də çoxunuz bilmir. Karl Marx'ın şeirlərini, Friedrich Engels, bunlar tanıdığınız imzalardır təbii ki. Iosif Stalin, yaxşı tanıyırsınız. Məsələn, onun Səhər şeirini burada da tərcümə eləmişəm. Şəhrayı bir qönçə açdı Bənövşənin yaxasında. Əsən mehlə oxuyaraq zambaq çıxdı yuxusundan. Şeirin davamını oxumuram, burada var. Demək, Stalindən sonra Mussolini, bilirsiniz ki, faşizmin ideoloqlarından birisi olubdu. İtaliya dövlətinin rəhbəri olubdu. Eyni zamanda mənə elə gəlir ki, çox maraqlı şeirlər müəllif olubdu. Mən onun da şeirini tərcümə eləmişəm. Sonra ən maraqlısı məncə tamaşaçılar və oxucular üçün bu ola bilər ki, Adolf Hitlerin şeiri də yer tutur. Bax bu kitabda. Vyetnamın lideri, Komünist Partiyasının rəhbəri olmuş Ho Chi Minhin şeirləri, eyni zamanda Çin Xalq Respublikasının prezidenti olmuş Mao Zedong'un şeirləri, İran İslam Respublikasının rəhbəri olmuş Ruhullah Xamneyinin şeirləri, sonra bəlkə də bəzilərinə qəribə gələ burada Yuri Andropovun şeiri.
Yuri Andropovun və eləcə də Yevgeni Primakovun. Andropov bildiyiniz kimi 80-ci illərdə Kommunist Partiyasının baş katibi olub. Yəni Sovet dövlətinin rəhbəri olub. O zaman baş katib elə ölkə rəhbəri demək idi. Onun və Primakov da Rusiyanın rəhbərlərindən biri olubdu. Baş nazir postunda işləyibdi. Ondan sonra gəlir Lukyanov. Lukyanov da SSR Ali Sovetinin sədri olubdu. Bu adları mən nəyə çəkirəm? Yenə də davam edir bu adlar. Bunlar baxmayaraq ki, ciddi dövlət postlarında çalışıblar. Amma poetik yaradıcılıqla məşğul olublar. Məsələn, Andropovun şeirini oxuyanda adam təəccüblənir ki, bu Yuri Andropov ciddi dövlət siyasi postunda əyləşən bir adamın sevgi şeiri bu necə ola bilər? Amma mən buna təəccüblənmirəm. Kimsə təəccüblənə bilər. Mən adam təəccüblənə deyəndə şəxsən özüm burada heç nə təəccüblənmirəm. Çünki poeziya daha çox insani, dəruni hisslərin tərənnümünü tələb edir. Siyasətdən mühüm fərqləri var. Əgər siyasətdə tez-tez mövqe dəyişmələri olursa, çox qütblülük olursa baxışlarda, çox prizmalıq olursa, bu poeziyada daha çox insanın daxili aləminin, necə deyərlər, insani hisslərinin təbii tərənnümü daha öncül yerlərdə olur. Yazarkən düşündüm mənim əzizim, biz 50-yə deyil, 25-dəyik. Düzdür, saçımıza qar yağıb bizim, amma şeir yazmaq mənlikdir, mənlik. Uzun şeirdir. Son bəndi belədir. Biz birgə olmuşuq, olsaq da harda. Bir yerdə çəkmişik istirapları, sadiq dostlar ilə çiçəkdə, qarda keçib adlamışıq çətin yolları. Bu özdə çox diktaturaya meyilli bizim Sovetlər dövründə rəhbərlərdən birisi olub Andropov. Elə həmin düşüncədə olan başqa bir adam, yəni siyasi düşüncələrə Andropovla eyni olan başqa bir Rusiyanın baş naziri olmuş zamanında Yevgeni Primakov. Onun da şeiri burada yer alıbdı. Həkim, nə yaxşı ki siz yaxındasınız. Söhbət təbabətdən getmir indi. Vallah gözünüzün mavi olması nədənsə nələrisə deyir, demək çətindir. O gözlər aladır, biraz da yaşıl, bütöv bir qammadır, tək rəngli deyil. Onda mən səhra görürəm bir də Qafqazda yaşanmış neçə uzun il. Şeir də yenə davam edir. Mən sadəcə olaraq qısa şəkildə burada dedim. Bunlardan başqa, demək, Lukyanovun adını çəkdim. Bundan başqa, deyək ki, burada yer alıbdı Saddam Hüseyn, yaxşı tanıdığınız şəxsiyyətlərdən biridir 20-ci əsrdə. İraqın prezidenti olub, devrildi bildiyiniz kimi. Diktatorudur. 20-ci əsrin, necə deyərlər, parlaq simalı, dırnaq içərisində deyim, diktatorlarından birisi idi. Amma o da öz qəribə, coşqun hisslərini poetik şəkildə qələmə alıbdı. Sonra Səfərmurad Niyazov, Türkmənbaşı adı ilə siz onu tanıyırsınız. Elə Türkmənbaşı imzası ilə də o bir sıra bədii əsərlər yaradıbdı. Burada onun da şeiri yer alırdı. Karatiç, bu da həmin diktatorlardan biridir. Sonra burada kiçik Buşun, George Bush'un da şeirləri var. Yəni dediyim budur ki, biraz poetik aləm siyasi elmi aləmdən fərqlidir. Yəni ki, elm adamları da çoxlu, onlarla isimlər, adlar çəkmək olar ki, ciddi elmlə məşğul olublar, amma eyni zamanda gözəl poetik nümunələr yaradıblar. Eyni zamanda artıq burada adları çəkilən siyasi xadimlər. Bütün bunların hamısı poeziyanın o müxtəlif elmi, siyasi, fəlsəfi, nə bilim, coğrafi, sosial düşüncələrə malik olan və müxtəlif qütblərlə təmasda olan adamların poetik ümumi bir məxrəcə gəlməsini ehtiva edir. Yəni poeziya bunların hamısını birləşdirir. Burada bir insani duyğular, insana xas olan istəklər, insani arzular, insani sevgi, eləcə də insana olan sevgi istər-istəməz bu poetik əsərlərdə öz əksini tapır. Çünki mən o adları ki çəkdim, onların böyük əksəriyyəti 20-ci əsrin, xüsusən 20-ci əsrin nəhəng diktatorları, əgər belə demək təbiri caizsə, olublar. Amma onlar
eyni zamanda poetik yaradıcılıqla məşğul olublar. Bu söhbəti əlbəttə yenə də uzatmaq olar, amma mən burada fikrimi tamamlamaq niyyətindəyəm. Bayaq söhbətimizin əvvəlində dediyim kimi, mən professional şəkildə tərcümə ilə məşğul olmuram. Bu mənim hobbimdir. Hər halda bildiklərimin müəyyən qismini tamaşaçılara, dinləyicilərə çatdırmağa özümə borc bildim. Sağ olun, gələn görüşədək.